Qatları tək-tək birindən dibi yapışmayan yumuşaq paxlava reseptini bölüşürəm. Qaba 1 stəkan süd, 1 çay qaşığı duruş, 1 ədəd yumurtanı bütöv, 1 ədəd yumurtanın ağı, 150 qram yağ, 1 çimdik duz, 1 çay qaşığı şəkər tozu əlavə edib, unu 4 stəkandan artıq un əlavə edib xəmir yoğururam. Orta yumuşaqlıqda xəmir olmalıdır. Xəmiri yoğurduqdan daha sonra isə növbəti dəfə istəsəniz bir də yoğura bilərsiniz və kündələr halına gətirirəm. 2 dənə böyük kündə, bir altı, bir üzəri üçün 10 dənə də balaca kündə edirəm. İlk kündəni yaydıqdan sonra qabın dibini yağlayıram və qabın dibinə sərirəm. Qabın dibinin üzərini yağ çəkirəm və ilk olan kündənin üzərindən heç nə əlavə etmirəm. Daha sonra növbəti ardıcıllıqla yağ əridib əlavə edirəm. Hər qata 4 xörək qaşığı içlik əlavə edirəm. İçlik qoz və fındıq içliyidir. 1 stəkan şəkər tozu, 2 stəkan içlik əlavə etmişəm. Daha sonra növbəti qat üst qatına da bir hissəsinə sonuncunu əlavə etməmişdən öncə içlik tökmürəm. Daha sonra şəkərburanı yarım saat soyuducuda saxlayıram, üzəri yaxşı kəsilsin deyə. Üzəri üçün 1 ədəd yumurta, yağ, sarı və portağal rəngi əlavə edirəm. Bunları yaxşı-yaxşı qarışdırıram. Bu arada isə şərbəti hazırlayaq. Şərbət üçün 2 stəkan yarım şəkər tozu, 2 stəkan su əlavə edirəm. Qaynayanda isə limon qatıb 2 dəqiqə qaynadıb götürürəm. Paxlavadan qalan bir yuxanı paxlavanın üzəri üçün lentlər kəsəcəm. Bu cürə formada lentin hər tərəfin uzunluğu eyni olmalıdır. Təxminən 1 sm-dan biraz balaca və yaxud da 1 sm ölçüsündə lentlər olur. Biraz məndə ilk öncə alınmadı, çətinlik çəkdim. Sonradan isə rahat şəkildə düzəldə bildim. Baxın, bu formada orta hissəsini bastıraraq edirik. Çox da qəşəng alınır. Orta hissəni bastırdıq. Gördünüz, götürüb rahat şəkildə digər tərəfə qoyuram. Yumurtanı üzərinə çəkirəm. Əlimlə çəkirəm. Bilmirəm, nədənsə məndə paxlava güllədi. Yəni gözləmirdim. Bu il bismak unundan paxlava elədim. Bir həftə öncə başqa undan etmişdim. Adi dəyirman unuydu. Ondan daha yaxşı çıxmışdı. Bismak unundan etdiyim şəkər buraları da o qədər bəyənmədim. Keçən il çox qəşəng idi. Bu il bismak ununu heç bəyənə bilmədim. Paxlavanın üzəri güllədi. Kifayət qədər paxlava gəlmişdi. Üzərinə yağ əlavə edirəm. İçərisinə qoyduqdan sonra 5 dəqiqə sonra götürüb üzərinə yağ əlavə edirəm. Gördüyünüz şəkildə bu cürə güllüyübdür paxlavanın üzəri. Çox təəssüf ki. İndi isə necə yapışdırıram bantikləri ora. Yumurtanın ağından istifadə edirəm. Yumurtanın ağını daha sonra paxlavanın üzərinə qoyuram. Həm qozu, həm fındığı, daha doğrusu bantiki rahat şəkildə yapışır, narahat olmayın, yəni qopur. Paxlavanın içərisində təxminən 5 dəqiqə qaldıqdan sonra, yəni paxlavanın bişməyə 5 dəqiqə qalmış götürüb düzüb yenidən sobaya ötürürəm. 5 dəqiqə qaldıqdan sonra çıxardıram, şərbətini verirəm. Baxın, bu cürə biraz hətta bantikləri də gülləyən fason oldu. Nəysə, bu un heç bəyənə bilmədim. Çalışın Favelli unundan istifadə edin. Məncə o un daha yaxşıdır. Adi undan etmişdim. Heç üzərində belə gülləmə yox idi. Gördüyünüz kimi bu cürə paxlavamız hazırdır. Siz də hazırlayın, nuş edin. Hələlik.